təbliğat gedir, elə sələfiliyi yad göstərmək istəyirlər, zid göstərmək istəyirlər ölkəyə, vətənə, hakimiyyətə və s. Hələ təbliğatçılar var aydın. Belə təqdim edir ki, biz vahabilərlə, yəni söhbətin əvvəli, yəni fikir versəz də, söhbətin əvvəli əgər məsələn veriliş tutaq ki 1 saatdır, 1 dəqiqə vahabiliklə başladı, sonra keçir sünnilərə. Başlayır İmam Əhməd belə, Əbu Hanifə. Əbu Hanifə yaxşı vahabi olub. Başlayır sahabələr, Ömərdən danışmağa, nə bilim, Ömər vahabi olub. Bunlar hamısı, bu söz vahabi sözü başlanğıcda sadəcə bəhanədir, səbəb. Bilən olaraq diqqət edin. Başlayır vahabi, sonra keçir sünnilərə. Verilişin 90% sünnilikdən danışır, sünnilərə qarşı. Sadəcə, indi elə bir iki cəmaat avandır. Ola bilsin, avan təbəqə ola bilər. Tuta bilməsinlər onun sözün, artistliyin.